Mənim burada əsas sualım, daha doğrusu mövqeyim Allah haqqında olacaq, fəlsəfi olaraq Allah haqqında olacaq. Belə ki, mən özüm ateistəm, yəni Allaha inanmıram və bunun üçün öz səbəblərim var. Eyni zamanda e, mənim üçün, yəni sizin kimi insanlar da Allahın varlığını necə deyim, isbat edə bilərsiniz bir ateistə. Məsələn, bir ateistin sualı olsa siz onu necə cavablandırarsınız olacaq. Bax əzizim, sən qulaq as. Əlbəttə, yəni birincisi sən yaradanın varlığına inanırsan yoxsa yox? Məsələ budur. Xeyr, özüm inanmıram yaradan varlığına. Biz yəni Allahın bizim orada məsələ biz necədir? Bir var yaradanın olması məsələsini müzakirə olmalıdır, aydındır. İkinci isə yaradanın Allah olub olmaması. Biz gəl bu ikinci hissəni qoyaq qırağa. Çünki bir insan əgər yaradana inanmırsa, yaradanın Allah olub olmamasını danışmağın mənası yoxdur. Aydındır? Düzdür, razısan, razı deyilsən. Bəli. Yaradan məsələsinə gəlincə, yəni yaradanın indi fəlsəfə oxumusan sən, fəlsəfədən kimləri tanıyırsan qardaş? Kimi tanıyırsan fəlsəfəçilərdən? Bir çox qədim filozofu, müasir Məsəl əsr üçün, filozofunu tanıyıram. məsəl üçün məşhurlardan Aristotel, Sokrat, Platon. Bilirəm, bunları qədim Yunan Bunların filozoflarını tanıyıram. Aristotelin misal üçün yaradan barəsində sözünü bilirsən, bilmirsən? Xeyr, bilmirəm. Bəs necə deyirsən ki, mən fəlsəfə ilə məşğul oluram? Yəni Mən adlarını fəlsəfə ilə məşğul oluram. Qədim Yunan filozofunu tanıyıram, amma onların fikirləri keçmişdə qalmağa görə Aristotel məntiqi, orta əsr zata qalıb. Mən müasir əsr filozofunu qəbul edirəm. hansı məsəl üçün, hansı müasir kimi tanıyırsan? Məsələn, Bernard Russell olsun, rasional ateist filozoflar olsun, onların fikrini qəbul edirəm. Yəni mənə ən uyğunu bunlar. Misal üçün, bəs sən necə, misal üçün, əgər Aristotel nə dediyini bilmirsənsə, sən necə yəni şey edirsən ki, yəni sən belə deyək də ateizm, o həmin Bernard Russell və digərləri, onların Russell deyil, Russell'dır. Yəni onların misal üçün də onların müxaliflərinin də fikirlərini oxumusan, yoxsa oxumamısan? Yoxsa ancaq belə ateist olmaq istəmirsən, yəni sənin fikrinə uyğun gələn ilk sözü götürmüsən. Yəni necə olub belə? Prosesi bax. Xeyr, həm ateist filozoflar, həm də o ateistlərə qarşı olan cavabları da oxumuşam, bilirəm. Amma mənə Məsələn, ən məntiqi gələn ateistlərin iddiaları, ateistlərin yəni necə deyim, ateistlərin misal üçün də belə də, sən misal üçün də kainatın yaranması barəsində ateistlərin hansı sözünü bilirsən? Nə bilirsən? kainatın yaranma, bax biz ateistlər bu yaranma sözünü qəbul edirəm. Yaranma elə bir nəfəs səslənir, deyim, elə bir varlıq onu başladıb yaradıb. Biz ateistlər əsasən bir çox ateist qəbul edir ki, kainat elə bil ki başlayıb, yaradılmayıb, amma başlayıb, sadəcə başlayıb. Biz səbəbini bilmirik. Kainatın başlanğıcını qəbul edirsən, düzdür? Bəli, əlbəttə kainatın başlanğıcı var, hər şeyin başlanğıcı var. Kainat, bax qulaq as, başlanğıc. Yəni zaten bu məsəl Aristoteli oxusaydın sən, zaten orada öyrənərdin ki, Aristotelin yəni şey var da, buna cosmological, yəni arqument deyirlər. Kosmoloji Bilirəm. Ən məşhur teist arqumentlərdən birisidir, bilirəm. Yox, ateist arqumentin əksinədir, yəni aydındır. Ümumiyyətlə qulaq as. Bilirəm. Qulaq as. Bax, bilirsən necədir? Bax, gəl səndən sadə danışaq da, əzizim, sadə danışaq, sadə. Bilirsən, özünə fəlsəfəçi deməklə sən özün də bilirsən ki, sən fəlsəfəçi deyilsən. Mən də bilirəm, sən deyilsən, mən də deyiləm. Aydındır? Mən fəlsəfəçi deyiləm. Haysa o, düzdür? Biz nə ilə danışmırıq? Biz sadə bir şeylərlə, məntiqlə, ağılla, düzdürmü? Ağılla fəlsəfə elmi özü də bir neçə hissələr bölünür. Kəlam elmi var, aydındır? Bunun məntiq elmi var, həndəsənin bir hissəsi fəlsəfənin içərisindədir, aydınmı? Və bu məsələlərin içərisində bizə ən çox işimizə yarayan şey nədir? Məntiqdir. Aydındır, məntiq. Sən də, mən də məntiqimiz var. Əlbəttə ki. Sən misal üçün görəndə ki, misal üçün də bir boş stəkan yarıya qədər, yəni çay görsən stəkanın içərisində biləcəksən ki, bu çayı kimsə tökübdür ora. Düzdür, özünə gəlməyib də, bilirsən də, düzdür? Bəli, bunlar sadə məntiqdir. Sən deyirsən ki, bax, mən kainatın yaranmasının, yəni mən qəbul edirəm. Düzdür, bunu deyirsən də, yaranmasını. Ümumiyyətlə qayda budur ki, hər bir başlanğıcın bir səbəbi var. Aydındır? Bəli, bax indi ora gəlmək istəyirəm. O səbəbi siz Tanrı qoyursunuz, yəni ilahi varlıq. Yox, o Tanrı bilsən necədir? Bax, orada bir neçə yəni arqumentlər var da. Yəni arqumentlərdən biri kosmoloji dəlildir, teoloji dəlildir. Teoloji dəlil, üçüncüsü dəqiq dizayn dəlilidir, aydındır, dəqiq dizayn. Biz deyirik ki, kosmos, kainat, gördüyün bir şeydə kainat, düzdür? Kainat başladı, düzdür?
Başlayandan sonra biz baxırıq da, yəni hər nədirsə odur. Biz kainatda sabitlərə baxırıq. Sabitlər də çoxdur. Orada sabitlər, yəni səbəb nədirsə də, amma biz bilirik ki, səbəbdən sonra o səbəb nədirsə də, düzdür, nədirsə də. Aydındır? Başlandı. Bir şey başladı, düzdür? Onun səbəbi nədir? Sən deyirsən ki, onun səbəbi mən başa düşmürəm, ona görə Allah deyil. Düzdür? Belə deyirsən də, yaradan deyil. Aydındır? Xeyr, daha çox belə. Mən səbəbi bilmirəm. Amma teistlərin iddiası nəşsə ona Allah da qoymuram. Yəni bilmirəm, onu saxlayıram orada. Hələ tam fikir demirəm. Qulaq as. İndi biz sən nəyə baxırıq? İkimizin də deməli mən də onu deyirəm, eyni şey deyirəm də. Deyirəm ki, sən deyirsən ki, o səbəb, mən deyirəm ki, o səbəb yaradandır. Aydındır? Yaradandır. Yəni ona görə mən səni soruşdum ki, köhnə fəlsəfəçilərin sözlərini bilirsən, bilmirsən. Çünki onlar müxtəlif adlarla yaradan adlandırıblar. Bəziləri mükəmməl səbəb kimi adlandırıblar onu, aydındır. Bəziləri yəni bir mükəmməl güc kimi, bəziləri hərəkət etdirən kimi və belə şeylərlə adlandırıblar, aydındır. Biz yəni bura qədər bilirik ki, başlanğıc var da, düzdür? Başlanğıc var, başlanğıcın arxasında səbəb var. Sən deyirsən ki, o səbəbi mən bilmirəm nədir, amma Allah deyil, düzdür? Mən isə deyirəm ki, o səbəb yaradandır. Aydındır? Səbəb yaradandır. İndi gəl biz baxaq kainata. Kainatın ümumiyyətlə sən bilirsən də konstantlarından xəbərin var, sabitlərdən. Və qravitasiya konstantları və nə qədər konstantları bilirəm. O konstantlar var, gravitasiyadır, nə bilim termolojidir, nə bilim elektromaqnitdir və digərləri də onlarla, yəni orada konstantlar var. Bəlkə də yüzlərlə konstantlar var. Sən bilirsən ki, o konstantların özləri çox dəqiq, yəni rəqəmlərdir. Məsələn, onların məsəl üçün sıfıra, yəni sıfır səviyyəsində çox kiçik bir ehtimalla dəyişməsi artıq yəni orada maddə, antimaddə sabit və s. o kainatın ümumiyyətlə yox olmasına gətirib çıxa bilər. Yəni başlanğıcdan sonra dəqiq bir şey var, nizam var. Bildin? Dəqiq nizam var. Anlata bilirəmmi? O nizamın da təsadüfi olması ehtimalı bilirsən nə qədərdir? O nizamın təsadüfi olması ehtimalı bilirsən nə qədərdir? Nə qədərdir? 10 üstü 1 bölünmüş. Ya da sənin başa düşə biləcəyin dildə deyim də 0.10.000 dənə 0 sonra 1. Mən bu argumenti bilirəm. Bu argumentə fine tuning deyirlər, həssas ayar. İndi bu argumentə belə cavab verim. Bu argument kainatın konstantlarını elə bil ki, yaradanı sübut eləmək istir. Əsas da kainatın düzənli olmasını sübut eləmək istir, daha doğrusu. Birincisi, bu konstantlar kainatın hər yerində deyil. Bilirsən, kainat nə qədər böyükdür, çox böyükdür. Məsələn, gravitasiya konstantı təkcə dünyada var. Amma Marsda yoxdur. Ya da nə bilim, yer çəkimi konstantı. Fərq yoxdur, fərq etməz. Gravitasiya var. Kim deyir onun səhə yoxdur? Ayın öz gravitasiya hər yerdə var. Sadəcə yerdəki gravitasiya 9.8 də oradakı başqadır. Kim dedi gravitasiya yoxdur? Kainatın neçə faizi boşdur? Yox, qulaq as. Sən deyirsən ki, hər yerində deyil. Bunu səndən başqa heç kim demir. Ümumiyyətlə gravitasiya oradadır. Gravitasiya sabiti olmasaydı, onlar hamısı müəyyən yerlərdə olmazlar. Aydındır? Bir-birindən uzaqlaşarlar, tam gedərlər. Var. Yəni gravitasiya var, hər yerdə var. Ayın öz gravitasiyası var, Yupiterin öz gravitasiyası var, Marsın öz gravitasiyası var, hər yerin, hər bir cismin öz gravitasiyası var. Aydındır? Və bu gravitasiya da onun sürətlənməsindən asılı olan bir şeydir. Yəni aydındır, hərəkətindən asılı olan bir şeydir. Fizika oxumusan yoxsa yox? Oxumuşam, bəli. Yaxşı bilirsən fizikanı, riyaziyyatı, anlayışın var? Bomba kimi bilmirəm, amma əsas məqamları bilirəm. İnstitut oxumusan, institut belə. Nə oxumusan institutda? Xeyr, institutlara getmirəm mən. Sən necə fizika? Sən fizika bilirsən, məktəb fizikası bilirsən də o fizika deyil ki. O elə belə yəni tanışlıq. Məsələ o deyil, məsələ budur ki, sən deyirsən ki, elə bil ki, bu konstanta dünyanın... Qulaq as, əzim, qulaq as bir dəqiqə, əzim. Yaşda da balacısan, qulaq as. Bu sabitlik var, sabitlik. Bu sabitlik, yəni... Məsələn, sizə bir misal gətirim də. Bax, günəş, ay. Adi misal deyək, uzağa getməyək. Günəş, ay götürək, düzdür? Sən bilirsənmi ki, məsələn, indi mühəndəsə, məktəb səviyyəsindən deyirəm də, yerin mərkəzindən ayın mərkəzinə qədər məsafəni götürürsən, aydındır? Onu bölürsən yerin mərkəzindən günəşin mərkəzinə qədər məsafəyə. Bu bərabərdir. Yerin, deməli, ayın, mən yerin mərkəzi, deməli, ayın mərkəzindən yerin mərkəzinə qədər məsafəni götürsən, bölürsən yerin mərkəzindən günəşin mərkəzinə qədər məsafəni. Sanki əlimlə göstərəm, amma belə bir şey də bu. Aydındır bunu. Bölürsən onların diametrlərini. Aydındır? Yəni, bu məsafə L məsafəsi, L1, yerin mərkəzindən ayın mərkəzinə qədər məsafə bölünmüş, yerin mərkəzindən günəşin mərkəzinə qədər məsafə L2 bərabərdir.
yerin, deməli ayın diametri bölünmüş günəşin diametri. Bu dəqiq bir şeydir ha. Bu dəqiq, yəni dəqiq rəqəmdir. Aydındır? Sən misal üçün biz də ona görə məsəl günəşə baxanda, günəş aya baxanda görürsən ki, bunlar üstə gəldi də. O və görsən beləncə yandı. Görmüsən də yəqin ki, ay batması, gün batması. Yəqin görmüsən də bunları. Düzdür? Bəli. Üstəlik bunun üzərinə görürsən ki, yəni günəşin biraz uzaq olması yerdə həyat olmazdı. Aydınmı? Ayın biraz uzaq olması, indiki bütün bizim o iqtisadi sistemimiz var, hansı ki ayın üzərindədir. Bütün ay görsən bütün dillərdə, yəni months, moon görsən bunlar hamısı eynidir. Ay bizdə də aydır. Aydındır. Məsəl üçün ərəb dilində də və digər dillərdə də. Bunlar, bu nizam var, bu dəqiq nizam var. Yəni fəlsəfə də götürəndə, nə götürsən götür, məntiqlə götürəndə deyirsən ki, əgər bu cür dəqiq riyazi bir dəqiqlik varsa, aydındır? Dəqiqlik, riyazi dəqiqlik varsa, bu təsadüfən ola bilməz. Aydındır? Bunun təsadüfən olma ehtimalı sıfırdır. Yəni sıfır dediyimiz sıfır var ha, riyaziyyatdakı. Məsəl üçün hesablama sistemlərindəki sıfır var ha. Bu sıfır, yəni çox kiçik bir, yəni sıfırdan da kiçik, yəni sıfıra çox yaxındır. Yəni, çünki ideal sıfır yəni zaten bizim gördüyümüz həyatda yoxdur. Aydındır? Yəni bu isə təsəvvür oluna biləcək sıfırların ən kiçiklərindən biridir. Başa düşdün əzizim? Yəni sən başa düşə biləcəyin dildə danışıram. Çox kiçik rəqəmdir. Ona görə də bilsən ağıl nəyə tələb edir? Ağıl tələb edir ki, əgər bu nizam bu cür varsa və bu nizamın üzərində də başqa sistemlər yerinə oturubsa və bunların hamısı ancaq ehtimalla belə olarsa, bu bilirsən nədir? Bu şey deməkdir də, deməkdir ki, məsəl üçün mən gəlirəm, düzdür? Qapı döyülür. Qapının arxasında adam olması, mən bilirəm də, məntiqən bilirəm ki, onun arxasında adam var, aydındır? Və misal üçün mən götürürəm, bir telefon var, bu telefon, adi bir misal götürürüm də, telefon var da, bu telefonu görürsən, düzdür? Bu telefonun, yəni təsadüfən yaranma ehtimalından da qat, yəni təsəvvür oluna bilməyəcək kiçik dərəcədə, yəni biz deyirik ki, hər şey özünə yaranıbdır, aydındır və bu dəqiqliklə. Bu isə, əzizim, bax, adın nədir sənin? Ronald. Yox, Ronald adın deyil də sənin, adın nədir? Həqiqdən Ronald adımdır. Ronald sənin adındır, nə millətsən sən? Gürcüstanlısan da sən, düzdür? Bəli. Gürcüstanda Ronald var, sən... Ad elə adına. Debata gəlim. Sana görə bu, yəni bu konsertdə, bu düzənlik, hər şeyə... Mən səndən debat eləmirəm. Debat eləmirik, debat elə olmur. Yəni mən sənə demək... Yaradan haqqında sual cavab verir, yaradan haqqında fikirlərinizi bölüşürük. Bax, mən sənə deyirəm ki, gəl səmimi danışsaq. Dəqiq bir şeyin, səmimi ilə, sən bax, İslam dini, aydındır? İslam dini bizə nəyi əmr edir? Yəni Quran, misal üçün Quran kitabını götürək də. Quran kitabı həqiqəti axtarmaq, yəni niyə yaranmışam, nə üçün yaranmışam, aydındır? Niyə mən bu kainatın ortasına atılmışam, aydındır? Bu cür sualları axtarmaq üçün hidayətdir. Aydındır? Ona görə biz insan səmimi deyilsə, yəni bir insan gəlir deyir ki də, sadəcə elə belə özünü biraz fərqli göstərmək üçün və özünü sübut eləmək üçün gəlib deyirsə, yəni bu, yəni ədalətli olmur. Amma bir ədalətli insandır. Gəlir, misal üçün bir ədalətli insan gəlir deyir ki, bax əlimdəki bu putulka var, görsən əzgilə oxşuyur, görsən əzik yüzü putulkadır da. Bir insan gəlib desə ki, bu təsadüfən yaranıb, biz deyirik ki, bu insan səmimi insan deyil də, yalancı insandır. Razısan yoxsa yox? Təsadüfən yaranma, bax, kainatın təsadüfən yarandığını mən demirəm. Mənim dediyim bu şey budur ki, bax, əsas ideya budur ki, kainatın mən hər şeyi bilən, hər şeyə qadir Tanrı ya da Allah tərəfindən yaradıldığı iddiasını mən qəbul eləmirəm. Niyyəsi də budur. Əzizim, bax, qulaq as, əzizim, bax, bu telefon var, sən misal götürəm. Bu telefonun, baba, bu qırağının bu ovallığı var ya, bu ovallığı. Bu iradə ilə baş verib, yoxsa elə təsadüfən belə olubdur? İradə ilə baş verib, insan iradəsi ilə. İnsan iradəsi, baxın, insan iradəsi sübut edilə bilər bir şeydir. Siz mənim yanımdasınız, siz varsınız. Amma Allah iradəsi, Tanrı iradəsi sübut edilə bilməz. Qulaq as, o demək, o şey deyil də, yəni insan iradəsi, bilsən, o səmimi arqument deyil. Yəni bilsən, mən görürəm ki. Misal üçün, suya baxıram, məxluqlara baxıram, heyvanların gözlərinə, əllərinə, nə bilim, ayaqlarına, bədən quruluşlarına, dişin formasına və s. Sən deyirsən ki də, məsəl üçün də bizim bu dişimiz var ya, bu dişimiz də, bu təsadüfən belədir də, hə, yəni iti diş, yəni təsadüfən də, hə, belə deyirsən. Amma bu telefon şeydir də, bu telefonun qırağındakı bu ovallıq şeydir də, yəni bu təsadüfən deyil, hə, belə deyirsən.
telefonla canlı eyni şey deyil. Biz canlılar bax inkişafla Əzizim, qayıq, yaramayıq, inkişaf var. əzizim, bax, qulaq as. Sən iki dənə bir şeyi bax fəlsəfədən danışırsan. Ümumiyyətlə müqayisə eləməyə bacarırsan sən yoxsa yox? Müqayisə nədir bilirsən müqayisə? Bilirəm. Məsələn, telefon böyüyə bilərmi? Yemək yeyib. Yox. Amma insan böyüyür, yemək yeyir, inkişaf edir və bu daha yaxşıdır. və bu və bu gələcək nəsillərdə də davam edir. Ay əzizim, o mürəkkəb, o bir şeyin daha mükəmməl olması naqisliyi deyil, onun yaradanın. Onun daha mükəmməl. Çünki bu telefonu düzəldən naqis insandır. Yəni elmi naqisdir. Aydındır? Biz buna gücümüz çatır da. Aydınmı? Amma bundan misal üçün də belə deyək də, sən deyirsən ki, bu qaş burada təsadüfəndir, hə belə? Sadəcə ordadır. Yəni niyə təsadüfən olsun? Təsadüfən. Bunun qaşın funksiyası yoxdur. Sən deyirsən ki, bu gözün kirpiklərinin heç bir funksiyası yoxdur. Funksiyalar, əlbəttə hər şeyin bir funksiyası var, amma kimə görə, nəyə görə? Fəlsəfə oxusan da, aydındır? Ona görə teleologiya şeyinə arqumenti nədir? O teleologiya arqumenti də elə odur. O deyir ki, məsələn ona görə Sokrates nə edirdi? Sokrat aparırdı öz tələbələrini küçələrə, aydındır? Göstərirdi onlara nizamlı şeyləri və deyirdi ki, bax görsən, əgər bir nizamlı bir fanar görsən, fanar yəni şeylər nədirlər ona? Çıraq görürsənsə, bu çıraq. Bunun mütləq yəni şeyi var, bunun dizayneri var. Bir şeyin əgər məqsədi bu nizam arqumentidir. Hə nə? Nizam arqumentidir bu, bilirəm, teoloji arqument deyirlər. Yəni məqsəd, əgər bir şeyin məqsədi varsa, məqsəd varsa, aydındır. O məqsəd, yəni onu bilsən necədir? Sən də bilsən necədir? Bilsən necədir? Bu məsələlərə səmimi yanaşmasaq, heç vaxt cavab axtarmayacağıq. Yəni belə deyək də, mən səndən burada mübahisə eləmək istəmirəm. Nəyə görə mübahisə eləmək istəmirəm? Açığı, yəni mənə görə də burada səmimiyyət olmasa, danışmağın mənası yoxdur. Aydındır? Çünki biz deyirik ki, bu telefonun, bu qırağının belə şeyi var ha, bu qırağının bir dənə oval olması. Özü bunun da oval olmasının belə deyək gözəlliyindən başqa heç bir funksiyası yoxdur, aydındır? Bunu biz deyirik ki, şeyi var. Aydındır? Bunu eləyən elmlə eləyibdi, bunu eləyən qüdrətlə eləyibdi, bunu eləyən ağılla eləyibdi, düzdürmü? Bunu eləyən ixtiyarla eləyibdi, aydındır? Lakin sonra gəlib deyirik ki, onun qat-qat, yəni mükəmməl məxluqlar var. Hə, o məxluqlar var. Onlarınki isə şeydir. Yəni mən bilmirəm. Təsadüfən. Ona görə ağıl bilirsən nədir? Ağıl nədir? Biz axı normal həyatımızda biz bunu belə eləmirik axı. Məsəl üçün bax ağıl necə işləyir? Ağılın işləmə qaydası bilirsən nədir? Ağıl ona görə Quranda misal üçün Allah Subhanahu taala nə edir? Etibar götürməyi, aydındır? Baxıb etibar götürməyi müəyyənləşdirir. Yəni nə deməkdir? Biz götürürük, deyirik ki, misal üçün bu obyekt A obyektidir, düzdür? Bu A obyekti, düzdürmü? Bu A obyektinin əgər A obyektinin bir atributu, məsəl üçün belə deyək də, dizaynı, aydındır? Dizaynı varsa, aydındır? Və deyirik ki, bu dizayna görə A atributunu mütləq düzəldən var. Əlimizə B atribut, B obyektini götürür və B obyektində həmin dizayn əlamətlərini, həmin atributları görəndə bu A obyektinin hökmü nə idi? Hökmü. Bunun düzəldəni var, hökmdür da bu. Bu həmin hökm eyni bu B obyektinə də intiqal eləyir. Yəni bu səmimi bir şeydir, başa düşürsən? Bu hər şeydə bu arqumentdə bax sənin üçün belə bir problem var. Məsələn bu telefonu düzəldənlər mi var, düzəldən var? Tək insan mı eləyib, çox insan mı eləyib? Dəxli nədir ki? Yox, çox insan eləyib, hə? Yəni çox. O da bu məntiqlə kainatı yaradan da çoxlu Allahlar mı var? Tək deyil axı, çoxdur. Telefonu qoydum qırağa, aydındır? O ayrılmıyoruz da axı. Telefonu qoydum qırağa, bu kağızı bir adam eləyib, misal üçün. Bunu bir adam eləyə bilməz. İndi bunu telefonu göstərməsən, bunu göstərsən razılaşacaqdın. Bax, əlində tutduğun canlı deyil, plastikadır. Amma biz canlılar nə təri olduğumuzu bilirik. Bugün 20-ci yaşdır, elm bizə deyil. Adi bir söz soruşun. Bax, çoxlu insanlar yığışıblar. Bu əlimdəki telefon indi Samsung'un köhnə modelidir, aydındır. Bunun, yəni megapikseli, kamerasının megapikseli, aydındır, megapikseli. Bu megapikseli, misal üçün də, nə bilim, ay Allah, yəni 20 megapikseldir, nədir? Aydındır, gözün megapikseli isə 585, yəni megapikseldir. Biz deyirik ki, bu göz ətdən düzəldib, zülaldan düzəlib, ona görə də, yəni,
şeydir. Bu yaranmayıbdı. Aydındır. Bu arqument deyil axı əzizim. Əgər bir şey bu dəmirdən düzəltmək daha asan deyə, ətdən düzəlibsə, zülallardan düzəlibsə və zülallar da özlərində də kodlar var. Onun özü necədir? Öz-özünə əmələ gəlir. Bir generasiya olub, başa düşürsən? Göz və sair bunlar, yəni o şeylər yoxdur. Müayinləmədən sonra yaranmış zigot var. Zigotdan sonra yəni get-gedə orada yazılmış koda görə generasiya olub. Bu daha mürəkkəbdir, daha mükəmməldir. Biz məntiqlə deyirik ki, ay yox, bunu yığışı. Yəni bu bizə niyə çox adamlar bunu yığışıbdı? Bax sənin cavabın çox sadədir. Bunu bizə niyə çox adamlar yığışıbdı? Bunu niyə çox adam yığışıb? Çünki acizdir hamısı. İnsanlar hamısı naqis ağılları yığışıblar, bir-birinə kömək ediblər. Amma gəlib biz desək ki, yox, daha qüdrətli olan var, ixtiyar sahibi var, qadirdir, ehtiyacı yoxdur köməkçiyə, şəriki yoxdur. Necə ki, Quranda bunu deyir və bu elmi də yəni ultimate sonsuzdur, mütləqdir, aydındır. Onda nə ehtiyac var ki, onun köməkçiyə? Yəni bilsən arqument səmimi deyil, əzizim. Ronald indi adın Ronald deyək də sənə. Ay əzizim. Bunu yəni məncə burada çətin bir şey danışmıram mən. Burada biraz səmimiyyət olsa, özün səmimiyyət olsan, yəni səmimi olsan görəcəksən ki, məsələ başqa cürdür. Düzdür? Ya bunu bağlayaq başqa adamlara. Yox, mən bəsdir qardaş. Yəni qoy başqaları danışsın. Yəni suala cavab verdim, fikrimi dedim. İndi gələn fikirləşərsən, qəbul edib etmək sənin öz işindir yəni. Yaxşı, amma səmimiyyət lazımdır. Amma cavab olaraq bunu deyim ki, hər şeyin səbəbi təkəmmüldür. Təkəmmül yox, təkəmmül deyil. Birinci təkamüldür. Təkəmmül sözünü düzgün bilmirsən. O təkamül sözü də. Yəni onu da təkamül ümumiyyətlə təkamül barəsində hansı kitablar oxumusan? Çarı Mert Bakırzadə bir türk alim var, onun kitabını oxumuşam. Başa düşmüsənmi? Bəli, canlılar. İndi o sən dedin nə göz? Bax, səmimi deyim, o göz deyirsən, niyə bu qədər şeydir? Çünki biz canlılar həyatda qala-qala zamanla milyarlarca il inkişaf edir də bunlar gəlib. Biz o saat var olmamışıq. Təkamül əksi, bəs misal üçün də genetika elmindən xəbərin var? Bəli, genetika elmindən belə xəbərim var. Yəni sən deyirsən ki, sırası təkamül məsələsində mən səbəbdən söz deyim, amma təzə uzun danışmaq istəmirəm. Bir dənə zəhmət olmasa bizim yəni kanala gir, abunə ol, zəhmət olmasa. Çox uzağa getmə. Təkamüldəki 10 dənə böyük problem adlı, aydındır? Bir dənə video düzəltmişik. Aydındır və onu mən yazmışam məqaləsini. Onunla tanış ol. Tamamilə yəni absurddur. Və misal üçün Darwinin müəllimi professor Adam Sandvik, yəni o Darwinin o tezisini oxuyanda deyir ki, sənin oxuduğun, sənin o yazdığını oxuyanda bəzi hissələrində deyir, gülməkdən deyir, qabırğalarım deyir, az qarnınızın bir-birinə keçsin. Bəzi hissələrində isə nə oldu deyir, məni doğrudan da sənin bu halın yandırdı, qəlbim ağrıdı. Aydındır? Sən bir dənə zəhmət olmasa təkamül barəsində deyirsən, səhv deyirsən qardaş. Təkamülə gir bir dənə zəhmət olmasa. Təkamül məsələsi. Deyək ki, təkəmmül səhvdir. Deyək ki, Darwin nəzəriyyəsi gülüncdür, gülməkdən öldük. Yaxşı, bəs onda Quranın hekayəti. Sən qulaq as, ay Ronald, sən məktəb uşaqsan, səndən söhbət getmir. Darwinin müəllimindən professorla söhbət gedir. O deyir, sən professorsan, nəsən? Sən yox, onu demirəm. Əgər Darwin səhvdirsə, can təsəvvür, Quran düz olmur. Ya da Allah düz olmur. Başqa bir nəzəriyyə gəlir. Yox, sən bilirsən nə yəni? Mən səndən onu danışmırdım ki sana. Əvvəlcən sənə dedim də. Əvvəlcən sənə biz danışdıq, axı biz yaradandan danışdıq. Quran düzdür, düz deyil, o tamam ayrı mövzudur, aydındır? O tamam başqa onun nə dəxli var ki mövzumuza? Mövzu daxili var ki, əgər təkəmmülsüz Allahın varlığı isbatlanmayacaq, elə bir şey olmayacaq. Daha tam tərsinə təkəmmüldən daha yaxşı bir nəzəriyyə gələcək. Gələcəkmi? Elmdə budur. Məsələn, 10 milyon öncə qravitasiya qanunları var idi, milyon öncə yox. Newton gətirdi. Newtonun nəzəriyyəsini də Einstein inkişaf etdirdi. Əgər Darwin nəzəriyyəsi Darwin nəzəriyyəsini başqası inkişaf edəcək. Əzizim, sən mən təklif edirəm ki, biraz başım bu şeylərdə olduğunuza yaxşı hazırlaş, instituta gir əzizim, aydındır? Oxu. Gravitasiya yox idisə, biz adı nədir? Topu əlimizdən buraxanda top göyə uçmurdu. Gravitasiya həmişə oradaydı, qayda oradaydı. Sən təkəmmülə inanmayanda da canlılar inkişaf etməyə dayandırmır. Sözümü kəsmədi, hə? Birinci ədəb öyrənmək lazımdır. Əgər misal üçün gravitasiya bizə nə danışsan, gravitasiya yox idi, gravitasiya həmişə orada olubdu. Arximed qanunu həmişə orada olubdu. O nəzəriyyəsi, əlbəttə gravitasiya olub, amma onun nəzəriyyəsi də qulaq as əzizim, nəzəriyyəsi nədir? İnsanlar sizə müşahidə olduğun formunu çıxardı, amma qayda oradadır. Qayda dəyişmir ki.
Başa düşürsən, qayda dəyişmir. Biz ondan danışmırıq axı. Qoy qaydaları, zaten bütün o qaydalar, zatlar var. Bu insanların, müəyyən bir alimlərin nələrdir, gəldikləri nəticələrdir. Və zaten yəni əgər sən doğrudan ömründə bir elmlə məşğul olsan, istər riyaziyyat, fizika, istənilən bir elmlə məşğul olsan, dəqiq empirik elmlə. Bu elmlərin hamısı müəyyən alimlərin gəldiyi nəticələrdəndir və yəqinlik kəsb eləmir. Aydındır, özləri də deyirlər. Bu başqa məsələdir. Lakin həyatda qayda var da. Aydındır, gravitasiya var. Məsələ odur, gravitasiya oradadır. Alim bunu gördü, görmədi, fərq etmir. Yəni, əgər sabah biz daha mürəkkəb qayda görsək, o, əksinə mənim argumentimi gücləndirir. Çünki nəyə görə? Bu cür mürəkkəb qayda elə belə olmur. Qayda yazılır. Qayda onu istəyən var. Aydındır, onu proqramlaşdıran var, kodlaşdıran var. Aydındır. Onu eləyən sənin şeyindir, Quranı göndərən Allahdır. Yəni Quranı göndə bax, sən görsən mövzudan kənarlaşsa, özdə yəni mövzu tam olaraq budur. Məsələn, hansı yarada? Bax, bu deist argumentdir. Bu deizm sübut edir. Ay əzizim, ay oğul bala. Səndən böyük mənim oğlum var. Bir səbirli oldu, səbirli ol. Belə olmur axı. Sən də yəni o Əli baba danışamam uşaqlara. Gəlmisən əlində qılınc, əjdahanın başını kəssən çayın qırağında, soruşur ki, nədir? Deyir, su içəcəm. Deyir, içdə sənə söz deyən var. Bir sakitləş, sənə iş üstə demir, heç nə. Sakitləş, rahatlaş. Aydındır? Bu məsələlər səmimiyyət tələb edir. Əgər bir qayda varsa, aydındır, mən səndən onu danışmadım. Sən əgər yaradanı qəbul eləmirsənsə, aydındır, mən ağıldan kəm adam deyiləm, səfeh deyiləm ki, vaxtımı israf edəyəm, aydındır. Kiməsə, əgər yaradanın olduğunu qəbul eləmirsə, təkəbbürlü eləyirsə, aydındır, qayda qanunları görürsə və deyir ki, bu qayda qanunlar öz-özünə yaranıb, bu qayda qanunlar mənim maraqlı deyil, necə yaranıb. Belə təkəbbürlü insana mən niyə vaxt ayırıb ona, o həmin onun yaradanın Allahın isə Qurandakı Allah olduğunu isbat edir. Bu növbəti mərhələlərdir. Səmimiyyətin olsa, sən etiraf eləsən, desən, bəli, aydındır. Necə ki, bu telefonun, bu kənarı sadə bir detalıdır. Sadə bir detalı əgər bunun, yəni, şeyi varsa, iradəsi olanı varsa, bunu elmi olan varsa, bunu düzəldən varsa, buna qüdrəti çatan varsa, buna əgər etiraf edirsənsə, bu elementdə, lakin sən deyirsən ki, bundan qat-qat böyük bir məsələdə, əzəmətli məsələdə mən bunu qəbul eləmirəm. Mən səni səmimi görmürəm, ona görə sənlə müzakirə eləmirəm bu məsələni. Amma səmimi olsan, desən ki, bəli, əminin dediyində hardasa haqq var, qoy gedim fikirləşim, onda mən səndən danışaram. Aydındır? Sən eləmirsən bunu. Sən sadəcə bilsən necədir? Sənə anladıblar ki, internetdən 4-5 dənə öyrəndiyin şeylə gəlib kim istəsən orada nipraf çıxardacaqsan. Aydın, bunda sən səhv öyrədiblər. Aydın da əziz bala. Yəni ona görə get, yəni sənə fayda verən şeylər, bir də mən dediyim barəsində fikirləş, o videomuzda, kanalımızdakı o təkamül videosunu izlə, gələn dəfə gələrsən müzakirə edər. Yaxşı mı?